Modern insanın kumiri kimdir? Bu kimlik xaosu həm də ona gətirib çıxarır ki, müasir adam kim olduğunu bilmir. İnsanın ən primitiv tələblərindən biridir. Ali tələb deyil. Bugün deyəsən hər yerdə media öndədir və biraz doğrudan da göstərişli bir həyat yaşayırıq. Özünü təsdiq edə bilməyən insanlar bugün fikir öndərləri, influencer olublar, bloger olublar. Onlar reallıqla təmasda idilər. İndikilər virtual reallıqla təmasdadılar. İnsan dəyişmir, zəmanə dəyişir. Yaxınlarla münasibətlərimiz bizi, ürəyimizi bəsləyir, bizim insanlığımızı bəsləyir. Don Kixot nə edirdi? Don Kixotun məqsədi nə idi? Hər şeyin birinci dərəcəli olduğu situasiya korluq situasiyasıdır. İnsan nə dərəcədə dediklərinlə adekvat həyat yaşayır? Bax, mən ona baxıram. Yaxın insanın ölümü baş verir. Ali məqsəd təbii ki, hədəflər olur. Bu müzakirələr həmişə olacaq. Amin. 10 iyun saat 22'de.